Gəlin bu suallara baxaq birlikdə. Bəziləri dimdən seçmə suallardır. Deməli, burada nəyi soruşur bizdə? Interrogative sentence. Səhifədə bunun qaydasını və testlərini paylaşmışam. Sual cümlələri necə düzəlirdi? Baxın, iki yerə bölünür. Ümumi sual cümlələri və xüsusi sual cümlələri. Ümumi sual cümlələrində biz istifadə eləyirdik nədən? Birinci gəlirdi köməkçi feil, daha sonra mübtəda, xəbər və tamamlıq. Xüsusi sual cümləsində isə bu quruluşun önünə siz əlavə olaraq gəlirsiniz, xüsusi söz. Yəni xüsusi sözlərin nəyi nəzərdə tuturuq? Who, what, which və s. Daha sonra gəlir köməkçi feil, mübtəda, xəbər və tamamlıq. İndi baxırıq burada nəyə? Baxın, dedik ki, xüsusi söz köməkçi feil gəlməlidir burada. Köməkçi feil gəlməlidir deyə D bəndini çıxıram. Y bəndini çıxıram, köməkçi feil gəlməlidir. A-la C arasında qalırıq. Did past simple'dır, düzdür? Began onsuz keçmiş zamandadır. Mən bura bir də did artıra bilməzdim. Yəni bizim quruluşumuz belə olmalıdır. Xüsusi söz köməkçi feil did, mübtəda, xəbər isə məsdər formasında qoymalıydıq. Cavab olur C bəndi. İkinci suala baxırıq. Modal feillərlə bağlıdır. Modal feilləri iki yerə böldük. To-la işlənənlər və to-suz işlənənlər. To-la işlənənlər hansılar idi? Have to, has to, had to be able to, ought to. Daha sonra indi baxaq görək burada bizim qrammatik səhvimiz var cümlədə, yoxsa qrammatik səhv yoxdur. Burada başqa bir məqam var. Məsələn, but var. Biz bilirik ki, cümlədə but varsa, bunun bir tərəfi təsdiqdə olur, digər tərəfi inkarda olur. İndi but'ın bu tərəfi did təsdiqdədirsə, bu tərəf nədə olmalıydı? İnkarda olmalıdır. Amma elə didin özündən inkarda olmalıdır. Cavab olur B variantı. Uşaqlar, baxın, qayda kitabını açdım ki, sizə göz yaddaşında da yadında qalsın. Deməli, Saharanın qarşısına biz Z artiklı işlətmə. Okey, onda bu tərəfdə Z artiklı işlənsə, mən onda C bəndini, A bəndini, D bəndini, Y bəndini çıxmalıyım, yerdə qalır B bəndi. Bəzi sözlər var ki, onların qarşısına, məsələn, Z işlənməlidir. Bu sözlərə aiddir. Whole, following və s. Bu sözlərin qarşısına biz Z işlətməliyik. 4. Burada çox adam çaşır, niyə görə? Deyir ki, məsələn, bax, burada we varsa, biz ourselves qoymalıyıq, yoxsa filmə görə itself qoymalıyıq. Uşaqlar, həmişə sadə cümlələr qoyulur. Əsasən də 9-cu siniflərdən söhbət gedir. 11-lərdə də elə çətin cümlə düşmür. We admired not only the film. Deyir ki, biz heyran olduq. Təkcə filmin özünə yox. Filmin özünə, biz özümüzə yox. A bəndi, Y bəndi, D bəndini çıxıram. Ura itself olmalıdır. Daha sonra həmçinin onun musiqisindən, söhbət filmin musiqisindən gedir. Cavab B bəndidir. Yiyəli halda olan əvəzlik it formasında olur. It apostrofesi isə it izə bərabərdir. It iz isə budur deməkdir. Ona görə cavabımız B bəndi. Çox adam deyir ki, bəs bu yiyəli hal deyil. Uşaqlar, isimlə qarışdırmayın. İsimdə məsələn yazan, məsələn, bura Nick. Nix olacaq, hə, düz deyirsən, yiyəli halı, Nick'in. Amma burada bu ismi xüsusiyyətidir, apostrof. Aha, yəni demək istədiyim odur ki, əvəzliyi apostrofesi atıraq, yiyəli hal düzəlmir. 5. Did you manage to do the interview well? Hə, burada görürəm ki, birinci sifət gəlib. Sifət üstə gəl, enough qaydasını yadıma salıram. İkinci tərəfdə mütləq enough olmalı. Cavab A bəndidir. 6. Core əsas deməkdir, vacib. Burada baxan important var. 1-ə A yazdım. Ona görə bunları çıxırıq. Literacy savadlılıq deməkdir. Yəni oxuyub yazma qabiliyyəti. 2-yə C, cavab oldu C bəndi. Value da dəyər deməkdir. Burada yazıb quality. 7-ci sual. He didn't borrow books from the local library. Deyir ki, o kitabları yerli kitabxanadan borc almadı. Kitablar cəmdə olduğuna görə bir getdi match tək isimlərlə işlənir. A, B, D bəndini çıxıram. Elotun ofu yoxdur. 4-ə çıxdım, cavab olur C bəndi. 8-də tense formsa baxırıq. Zaman formaları. Deməli, uşaqlar, baxın, burada biz qaydanı keçəndə də öyrənmişik ki, əgər hadisələr sadalanırsa, sanki düşünün ki, onlar bir zaman oxu üzərində baş verir. O zaman ikisi də eyni vaxtda olmalıdır.
Məsələn, müəllim içəri gəldi, şagirdlər ayağa qalxdı, onlar salamlaşdılar. Bir zaman dilimində baş verir. İndi burada da deyir ki, fanlar stadiuma çatdılar və yarış başladı B bəndi. İkisi də eyni zamandadır. Bunu qaydanı izah eləyəndə də demişdim. Deməli, bəzi feillər var ki, məsələn, qeyd edirəm hansılardır. Put, let, cut, cost, read. Bu kimi feillər, uşaqlar, olduğu kimi qalır keçmiş zamanda və siz deyə bilərsiniz ki, biz deyirik olduğu kimi qalır keçmişdə və ya indiki zamanda olduğunu necə biləcəyik? Həmin zaman sizə mütləq şəkildə elə bir mübtəda verəcəklər ki, siz artıq başa düşəcəksiniz ki, bu hansı zamandadır. Şey üçün şəxsin təki olduğuna görə indiki zaman olsaydı, sizcə bu s qəbul etməzdimi? Present simple-da indiki zamanda üçüncü şəxsin təkinə feil nə artırılır? S, es. Burada s olsaydı bu indiki zamandaydı. Amma s yoxdur deyə. Demək ki, nəymiş? Keçmiş zamandaymış. O zaman keçmiş zaman olduğuna görə passive voice, məchun növ necə düzəlir? To be, yəni feilin keçmiş zaman forması bizə lazımdır. Was, were, plus feilin üçüncü forması idi, di. Onda mən B bəndini çıxıram. Ar olmaz. D-ni çıxıram. Ar olmaz. Y bəndi ümumiyyətlə to be yoxdur. Yəni am, is, are, was, were yoxdur. Were-lə being işlənmir. Cavab olur A bəndi. Sonra növbəti sual adjective clause-la əlaqədardır. The coat palto cansız olduğuna görə uşaqlar biz burada hansı palto? Onun aldığı palto. Ona görə which və that işlədəcək. 1-3 Y bəndi. 11. Compound nouns mürəkkəb isimlərdir. Mürəkkəb isimlərdə tion, ion şəkilçisi olmur. B bəndi doğrudur. Inkpot. İki sözün ibarətdir. Matchbox və salesman. B variantı cavabımız. C bəndində application, orada tion şəkilçidir. Attendance bu isə şəkilçidir. Y bəndində project isə sadədir. Cavab olur B bəndi. 12. My sister doesn't like physics. Bu so do I, necə do I qaydasına aiddir. Biz orada ayırmışdıq, deməli, təsdiqdə olan sözləri bir yerə, inkarlananları bir yerə. Təsdiqdə olanlar hansılardır? So, also, to. İnkarda olanlar hansıları idi? Either, neither, daha sonra never. Bunlar inkardaydı, düzdür? İndi və orada qeyd etmişdik ki, either inkar cümlənin sonunda işlənir. To ilə either'ın ortaq bir cəhəti var ki, to da cümlənin sonunda işlənir. Either cümlənin sonunda işlənir. Amma to təsdiq cümlənin sonunda işlənir. Either inkar cümlənin sonunda işlənir. Deməli, not varsa, inkar cümlənin həm də sonunda göstərsə nə olacaq? Either olacaq. 13-də eyni mənalı olanları soruşur. Ban, prohibit ikisi də qadağan etmək deməkdir. Belə yadda saxlaya bilərsiniz. Bəzən oyunlarda deyilir, kimisə hesabını banladılar, ban etdilər. Yəni, qadağan etdilər. 2-də exist, disappear. Exist mövcud olmaq, disappear yoxa çıxmaq deməkdir. Bunlar sinonim deyil. Involve məşğul olmaq anlamındaca forget, unutmaq əlaqəsi yoxdur. Take place, occur götürə biləcək, hər ikisi baş verməkdir. Decline, azaltmaq, aşağı düşmə. Inherit isə bunda sinonim deyirlər.